həm səhər yeməyində, həm şirniyyat kimi, həm də dişi olmayan körpələr üçün istifadə edə biləcəyiniz südlü çox gözəl bir resept paylaşıram. Ən qədim yeməklərimizdən biridir. Biz tərəfdə bu yeməyi necə adlandırırlar? Biz horra adlandırırıq. İndi isə keçək hazırlanma qaydasına. Hazırlamaq üçün qaba 1 litr süd əlavə etmişəm. 1 litr südə 6 xörək qaşığı un əlavə edilir. Unu hissə-hissə, qaşıq-qaşıq əlavə edirəm. Çırpıcıdan istifadə edərək içərisində toxaq qalmamaq şərti ilə ona görə qarışdırıram. Horramız belə qatılaşanda artıq o zaman şəkər tozu istifadə edirəm. Şəkər tozunu istəyə uyğun artırıb azalda bilərsiniz. Mən burada 1 litr südə 1 stəkan şəkər tozu istifadə etdim. Tam hazır olduqda, tam istədiyim kıvama gəldikdə götürüb üzərinə darçın səpirəm. Bu istəyə uyğun olaraqdır. Siz darçın səpməyə də bilərsiniz. Həm çox yumşaq yeməkdir. Yeni ana olmuş xanımlar üçün də qədim zamanlarda bu yeməkdən çox istifadə olunur. Siz də hazırlayıb həm şirniyyat əvəzi, həm də səhər yeməklərinizdə çox rahatlıqla istifadə edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Videonu bəyənib yaddaşa verməyi unutmayın. Hələlik.